Salam əziz şagirdlərim. Hər birinizin su çərşənbəsini təbrik edirəm. Sufilər bir insana arzu edəndə ona deyirlər ki, həyatınız su kimi keçsin. Həyatınız su kimi axarlı olsun. Bəs niyə su kimi axarlı olsun? Bəs niyə sudan bəhs edirlər arzu eləyəndə, alqış eləyəndə? Çünki suyun bir fəlsəfəsi var. Çünki su hər zaman öz yolunda gedir. Və mən sizə hər zaman öz yolunuzda addımlamağı arzulayıram. Və suyun önünə nə zaman bir əngəl çıxsa, məsələn bir daş parçası çıxsa, su onunla savaşmayacaq. Sadəcə o daşın kənarlarından özünə yol tapacaq və nə edəcək? Addımlayacaq, getmək istədiyi yerə doğru. Və nə zaman ki suyun önünə böyük bir qaya parçası çıxdı, çox böyük bir qaya parçası, böyük bir əngəl, nə edəcək? Yavaş-yavaş, damla-damla həmin qayanı dəlməyə başlayacaq. Bu suyun gücündən xəbər verir? Heç də yox. Qayanı deşən suyun qüvvətli olması deyil, qətiyyən. Qayanı deşən suyun davamlılığıdır, yorulmadan, bezmədən eyni nöqtəyə vurmasıdır. Baxın, buna səbir deyirlər. İnsanlar səbr etməyi heç nə etmədən oturmaq sanırlar. Amma səbr etmək davamlı çaba göstərməkdir. Su məhz bu xüsusiyyətinə görə qayanı deşə bilir. Su hər zaman axır, çünki axdıqca təmizlənir. Damlaların gec və ya tez dənizlərə, okeanlara qovuşduğunu bilir. Su paylaşmağı sevir. Su həyatın mənbəyidir. Onun olduğu yerdə yaşam var. Bax elə buna görə su kimi olmalısan. Həyatın önünə qoyduğu hər əngəldə suyun bu fəlsəfəsini xatırla. Su kimi çaba göstər. Damlaların sürəkli qayalara çırpıldığı kimi davamlı çalış. Su kimi ax. Sənin yolun da su kimi bir gün dənizlərə, okeanlara çıxacaq. Elmin yolları ilə qarşınızda geniş dənizlər, okeanlar, üfüqlər açılacaq. Uğura gedən yol sistemli, səbirlə çalışmaqdan gedir. Eynilə su kimi. Sərf etdiyiniz sual sizin zəifliyiniz deyil, sizin inkişaf nöqtənizdir. Çətinlik olanda ruhdan düşmək asandır, amma əsas həmin anda xarakteriniz formalaşır. Ən çox beyin çətinlik zamanı inkişaf edir. Eynilə suyun qaya ilə qarşılaşdığı kimi. Hər gün təkrarlanan zəhmətin nəticəsində qazanacaqsınız. Davamlılıq və intizam sayəsində qazanacaqsınız. Eynilə kiçik su damlalarının böyük qayaları dəldiyi kimi. Sizə uğurlar arzulayıram, əziz, dəyərli şagirdlərim. Həyatınız su kimi axarlı olsun.